Yay mövsümünün başlaması ilə dənizdə boğulma hallarının sayı da artıb. Bəzi mütəxəssislər bunu əlverişsiz hava şəraiti və insanların qadağan olunmuş ərazilərdə çimməsi ilə əlaqələndirirlər. Digər ekspertlər isə hesab edirlər ki, əsas səbəb dənizdən qumun daşınmasıdır. Onların sözlərinə görə qumun çıxarılması nəticəsində dənizin dibində dərin çalalar yaranır və bu da boğulma riskini artırır. Qlobal Infoaza danışan ekoloq, bioloji müxtəliflik üzrə ekspert Arzu Mustafayev deyib ki, ən əsas səbəb insanların məsuliyyətsizliyidir. Stat: Xüsusilə Bakı, Abşeron və Xızı ərazisində nəzarətsiz qum daşımaları geniş vüsət alıb və təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunun qarşısını almaqda ya passivdir, ya da bacarmır. Lakin birbaşa dənizdən qum daşınması həm olduqca çətin və ağır prosesdir, həm də dənizdən çıxarılan qum sulu olduğuna görə onun tikinti materialı kimi istifadəsi demək olar ki, mümkün deyil. Buna görə də deyilənləri müəyyən qədər uydurma hesab etmək olar. Arzu Mustafayevin sözlərinə görə dənizdə baş verən bədbəxt hadisələrin əsas səbəblərindən biri temperatur fərqidir. İsti havadan birdən-birə soyuq suya daxil olmaq bir çox insanda əzələ problemlərinə və qıcolmalara səbəb ola bilər. Digər səbəblərdən biri insanların çimməyin qadağan olunduğu ərazilərdə dənizə girməyə cəhd etməsidir. Bundan əlavə, bəzi məsuliyyətsiz şəxslərin spirtli içki qəbul etdikdən sonra dənizə girməsi də faciəvi hadisələrə yol aça bilər. Statın sonu. Yazını tam halda Qlobal Infoaz saytından oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.